Media tarixi ilə bağlı silsilə videolardan ikincisinə başlayıram. Demək, media tarixi ilə bağlı ən kapsamlı əsər Sovet dövründə yazılıb və Azərbaycan SSR Elmlər Akademiyası Tarix İnstitutunun sifarişi ilə yazılıb və bunu yazan da akademik Igor Mixayloviç Dekhanovdur. 56-cı ildə yazıb və o sonradan bizim dilimizə Azərbaycan türkçəsinə tərcümə olunub. Onun tərcüməsi məndə yoxdur. O kitabın originalı var məndə və o lazım olan yerləri özüm tərcümə eləmişəm. O kitabın 246-cı səhifəsində deyir ki, media dövləti zamanı media dövlətinin sərhədləri içərisində işkuz çarlığı olub və ya aşkuz çarlığı olub. Bu işkuz və ya aşkuz sözü, kəlməsi çox mübahisə yaradır ki, bu işkuzlar kimdir və yaxud da aşkuzlar kimdir? İndi mən bir dilçi olaraq və tarixçi olaraq bunun etimologiyasını araşdırdım. Demək, işkuz sözü, bax burada yazır. Bax burada görürsünüz yazır. İşkuz, bax burada yazır. İşkuz və ya aşkuz, bax burada. Bunu belə tutum ki, görünsün. Yəni, baxın burada, bax. İşkuz və sonuncu bu işkuzdur. Onun üstündəki də görürsünüz burada işkuz və aşkuz. Yuxarıdan aşağı ikinci aşkuzdur. Sonuncu işkuz. İndi bu işkuz sözünün etimologiyasına baxaq. İşkuz sözü iç oğuz deməkdir. Bax burada mən iç oğuz sözünü yazmışam. Görürsünüz üçüncü iç oğuz. Bax burada görürsünüz iç oğuz. İç oğuz necə olub işkuza çevrilib? Onu mən sizə deyim. Ərəb dilini bilənlər bilir. Ərəb dilini və ərəb əlifbasını, yəni dili bilmək bu fakt üçün dili bilmək elə o qədər də önəmli deyil. Ərəb əlifbasında Ç səsi və P səsi yoxdur. Məsələn, onlar Çeçenistana Çeçeniya deyə bilmirlər və ya Çeçniyə deyə bilmirlər. Onlar Şişaniya deyirlər. Və yaxud da ki, məsələn, Çex Respublikasına Çex demirlər, Cumhuriya Şeyhiyə deyirlər. Yəni, şey səsi, onlarda şey səsi yoxdur. İç oğuz sözündə, görürsünüz, bax burada, iç oğuz sözündə birinci nədir? İç kəlməsidir. İç oğuz. Bu ərəb əlifbasında şey səsi, bayaq dediyim kimi, şey səsi olmadığına görə, bax burada mən yazmışam ərəb əlifbasında, bax görürsünüz, əliflə y-nin birləşməsindən i səsi əmələ gəlir ərəb əlifbasında. Və bu da ç səsidir. Ç səsi ərəb dilində olmasa da, bu ərəb dilinin inkişafı üçün Quran-ı Kərimdən sonra ən böyük pay sahibi acəmi alimlərdir. Acəmi alimlər də kimdir? Həmədanidir, Xarəzmidir, ondan sonra Əl-Buxaridir. Bunların tamamı türk əsilli alimlərdir. Ərəb dilinin Quran-ı Kərimdən sonra geniş yayılmasına, onun mükəmməlləşməsinə yenə acəmi alimlər səbəb olublar. İndi kuz sözünün kökünün iç oğuz olduğunu göstərdim burada. Yəni, bax, iç oğuz orada. Ona işkuz deyiblər ərəblər. Bax, burada var işkuz. Yəni, bizim dilimizə bu kəlmə ərəb dilinin bir mirası olaraq qalıb. Yəni, iç oğuzun işkuza çevrilməsi ərəb dilindən bizə miras olaraq keçib. Bax, burada işkuz, iç. Altda da ərəbcə yazdı, bax burada. Bax, görürsünüz, iş, kuz. Bax, burada. Dediyim kimi, əliflə y-nin birləşməsindən i səsi yaranır. İşkuz. Yəni,
Dekanov işkuz veya aşkuz dediği zaman Ərəb qaynaqlarına istinadən elə deməyi məsləhət görüb. Çünki o vaxtı Mesopotamiyada İşkuz dövləti olduğu zaman ona İç Oğuz deyirmişlər, amma sənədlərdə İşkuz olarak qalıb. Bunu koyduk bir kenara. Anatoliy Novoselsov'un Xazarskiy Kağinat kitabının 44. sayfasında, bak burada yazılır, görürsünüz. Bak burada 44. sayfasında, bak burada. Bunu koyun bir kenara. Vay. Bak burada Xazarskiy Kağinat kitabının, bak görürsünüz burada Xazarskiy Kağinat kitabının 44. sayfasında İbn el-Fakih el-Həmədani'nin Kitab el-Buldan əsəri var. 903-cü ildə yazılıb. Bizim eranın 903-cü ildə, yəni İslamın yaranmasından təxminən 300 il sonra bu kitabı yazıb və o kitabda deyir ki, Əməvi orduları Azərbaycana gəldikləri zaman, yəni Azərbaycanın Ərəblər tərəfindən istilası 621 Hicaz İslam dövləti yarandıktan sonra başlayıb və bu istilada hər kəs iştirak edib, yəni istisnasız. Bütün xəlifələr və ən ağır zərbəni də bizə vuran Əməvi xilafəti olub. 861-ci ildən etibarən onlar rəsmən bütün bu coğrafyanı talanı ilə məşğul olublar. Ada insanlarımızın qılıncdan keçirilməsi filan və onlara ən güclü müqaviməti Babək hərəkatı 9-cu əsrin əvvəllərində Babək hərəkatı göstərib. İndi burada deyir ki, bizim Əməvi orduları getdikləri yerdə olan o torpağın adı, ərazinin, coğrafyanın, ölkənin adı Askutiya idi. İndi bu Askutiya nədir? Askutiyanı da mən araşdırmasını sizə deyəcəm. Askutiya sözü görürsünüz, bax burada Askutiya yazı, bax burada. Lap birincisində, bax burada. Ne görürsünüz? Askutiya. Bax birinci, bax bu Askutiyadır, bax burada. Bu Askutiya yazılıb, amma onun, bax burada, onun ərəbcəsi Askuziyadır, Askuziya. O, bu Z hərfi, bunu görürsünüz. Buna bizim dilçilər pəltək Z deyirlər. Amma ərəb dilində bu Z-ni tələffüz etdikləri zaman ona dilin sağ tərəfi alt və üst damaq dişlərinin arasından sıxışır. Məsələn, biz namazda o vələzzalin kəlməsi var. Namazda istifadə etdiyimiz o vələzzalin kəlməsi dilin iki alt və üst damağının arasında sıxışmasından meydana gələn bir səsdir. Vələzzalin və yaxud da kazzafi. Ona Z kimi yazılır, amma D kimi okunur. Askutiya sözü də Askuz və ya İşkuz sözündən də onu Həmədani Kitab el-Buldan əsərində Askutiya olarak yazıb. Çünki o Askuziya olarak deyib, Askuziya. Onu çevirəndə onu T kimi və yaxud da D kimi Askutiya və ya Askuziya olarak tərcümə edirlər. Çünki o dil Z səsindən çox D səsinə bənzəyir o səs. Və ərəb dilində 4 çeşit Z var, Z səsi var. Biri Nizaminin yazıldığı Z səsidir. Z yazılır, üstünə bir əlif artırılır. Nizami sözündə. Biri sad şəklində yazılır. Sadın üstünə bir nöqtə qoyulur, o olur zad. Sana sad zad deyirlər. Nizaminin yazılana sa za deyirlər. Sadla yazılana sad zad deyirlər. Bu kazzafi sözündə, vələzzalin sözündə, Askudiya sözündəki o Z, pəltək Z, o şəkil yazılır və ona dal zal deyirlər. Çünki bu nöqtəni buradan silsək, bax, mən sizə deyim, bax, gördüyünüz bax, buradakı bu nöqtə var da, bax, Z-nin üstündə bu nöqtə var. Bax, mən bunu sildim, bu oldu D. Yəni, iç oqud oldu. İndi mən buna nöqtəni qoysam, təkrar dönüb olacaq da, zal. Baba görürsünüz, baba bu nöqtəni qoydum. Bu oldu
zal, yani iki dişin arasına sıkışan dilin sağ tərəfi. Elə səs çıxarır. Və bir də Z var. Ona da RZ deyirlər. Belə tək şəkil şeydədir. Belə mən onu sizə buradan yazım. Bax belə. Bax bu Z'dir, bu da R'dir. Bax bu birincisi, bu R'dir, bu da Z'dir. Buna RZ deyirlər. Yəni üst-üstə topladığın zaman ərəb qrammatikasında toplam 4 ədəd Z səsi var. Və ondan sonra da o dediyim kimi P səsi və Ç səsi sonradan ərəb qrafikasına girib, onu da acəmi alimlər eləyiblər. Ç səsinin üstünə, altına, üzr istəyirəm, H səsinin üstünə, bu H səsidir, görürsünüz, bu H. H səsidir, görürsünüz. Bunun üstünə bir nöqtə qoyursan, olur X. Bunun altına bir nöqtə qoyursan, bura bu olur X. Nöqtəsiz olur H. Altına bir dənə nöqtə qoyursan, olur C. Altına 2, bu bir nöqtənin üstünə əlavə 2 nöqtə əlavə edirsən, bu olur Ç. Bunu acəmi alimlərin ərəb qrafikasına gətirdiyi şeydir. Bir də P səsi var, onu elə hazır şey eləmişkən deyim ki, yəni irəlidə qarşınıza çıxda biləsiniz. Yəni, bu demək, bunun üstündə bir nöqtə qoyanda bu N olur, nun. Bunun üstünə 2 nöqtə qoyanda bu T olur, bildiyimiz T. T səsi də dəyişikdir. Başqa ta da var, ta. Məsələn, vətən sözü ta ilə yazılır. Vav, ta və nun. Üçü ilə bilir. Bunun altına bir nöqtə artırdığın zaman B səsi olur. Baba. Baba sözü bununla yazılır. Və bunun üstünə, altına 3 nöqtə əlavə etdiyin zaman, bura 3 nöqtə əlavə etdik, bu oldu P, Parsiya. Ərəblərdə P səsi olmadığına görə onlar Parsiyanı, Persidanı F kimi tələffüz ediblər. F kimi tələffüz etdiklərinə görə Parsiya Farsi olub. Yəni o ərəb qrammatikasının gətirdiyi bir özəllikdir. Askutiyanı araşdırdım. Askutiya sözü də burada dediyim kimi. Askutiya, askuziya olarak çiziyor. Görürsünüz burada bazı Z hərfi var. Baba. Bu Z hərfidir. Askuziya. Dil iki dişin arasına girir, pəltək Z səsi çıxardır. Yəni deməkdə məqsədim odur ki, iç oğuz, askutiya, aşkuziya, aşkuz, işkuz, aşkenazi sözlərinin kökü iç oğuz deməkdir. Ki bunu da buradan, bəziləri indi mənə burada şeydə dil uzadırlar ki, o vaxt burada türk mü vardı? Var idi. Siz bəlkə yox idiniz. Böyük ehtimalda elə iradlarınız özünüzə qarşıdır. Burada türklər olublar və son sözümü deyim. İqor Dekanov Media tarixi kitabının ön səhifəsində, ən birinci səhifəsində müəlliflər adlı bir başlıq atıb ora. O başlığın altında da yazıb ki, Media dövlətinin qurucuları bugün Azərbaycanda yaşayan xalqların nümayəndələridir və Azərbaycanda yaşayan xalqlar Media dövlətinin qanuni varisləridir. İndi o vaxtı 56-cı ildə daha yeni isinmə, siyasətdə bir isinmə vardı. Moskvanın təlimatı ilə heç kimsə türk sözünü dilə gətirmirdi və təbii ki, Dekanov da bu ölkənin vətəndaşıdır, bu ölkənin alimidir. O da o sözü dilə gətirmək istəmədiyinə görə Azərbaycanda yaşayan xalq olaraq gedir. Amma o xalqın adını nədir, onu demir. Səbəbi də Moskvanın siyasəti idi. Amma bu işquzlar, aşquzlar, aşkenazilər, ondan sonra askutiyalılar iç oğuz qrupudur, iç oğuz tayfasıdır və burada dövləti quranlar da iç oğuzlardır. Söyləmək istədiklərim bu qədər. Allah ismarladı.